Dostlar salam, qaldığımız yerdən davam edirik. Oxford lüğətinin tərcüməsinə, bax bu qalınlıqda kitabdır. Bütün ingiliscə sözlər var. Dünyanın bütün ingiliscə sözləri bax bu kitabda yerləşibdir. Keçən videolarımda da bu haqda danışmışam və davam edirik. Absence makes the heart grow fonder. Nə deməkdir? Bu idiomadır. Yəni ayrılıq sevgini artırır. Saying yəni bu deyimdir də, bir məsəldir. Used to say that when you're away from somebody, used to say yəni vaxt istifadə olunur ki, bu vaxt deyilir ki, when you are away from somebody, sən birindən aralı olanda, that you love, hansı ki sən onu sevirsən, sevdiyin adamdan aralı olanda, you love them even more. Sən onları daha da çox sevirsən. Bu lüğətin bir xüsusiyyəti var ki, sözü verir, sonra onun izahını verir. Elə ingiliscədə izahını verir. Bu həm də danışıq üçün də yaxşıdır. İzahı verir, sizin danışığınızın formalaşmasına kömək edir. Sonra absent. Absent nə deməkdir? Bax, burada yazmışam. Deməli, not in a place, o yerdə deyil. Because of illness, xəstəliyinə görə, etc. etc. yəni və s. Yəni xəstəlik səbəbindən, başqa səbəblərdən işə gəlməyib və yaxud da məktəbə gəlməyib. Burada bir misal da verir ki, daha da aydın başa düşək. To be absent from work. İşdən, yəni belə deyək də, çox vaxt bu icazəsiz olur. Üzürsüz, yəni işdə olmamaq. İşdə olmamaq. Üzürlü də ola bilər, amma yəni ki, axır ki, işdə olmamaq. Məsələn, to be absent from work. Bunun əks mənası opposite, yəni present. İşdə olmaq, yəni mövcud olmaq. Sonra ikinci mənası var. Yəni bunun iki mənası var. Üçdə ki, yəni üç mənası var. İndi ikinci mənası nədir? Not present in something. Bir şeydə iştirak etməmək. Məsələn, love was totally absent from his childhood. Yəni sevgi tamamilə totally yox idi, yoxa çıxmışdı onun uşaqlığından. Bunun da antonimi present. Yəni nə deməkdir? Yəni bura present qoysaq, yəni sevgi var idi onun uşaqlığında, belə deyə bilərik. Showing, sonra üçüncü mənası nədir? Showing that you are not really looking at. Yəni göstərirsiniz ki, bu sözü deməklə, yəni sən həqiqətən baxmırsan deyir və yaxud da or thinking about, ya da düşünmürsən nə haqda, what's happening around you, yəni ətrafında baş verənlər haqqında bir, yəni nə deməkdir bir sözlə? Bu dalğın deməkdir, dalğın. An absent expression, yəni dalğın bir ifadə. Fikirlisən də yəni. Sonra feil kimi dostlar absent gedir. Absent. Məsələn nə deməkdir? To not go to or be in a place, bir yerə getməmək, ya da o yerdə olmamaq. Where you are expected to be, harda ki sən olmalıydın. He had absented himself from the office for the day. O həmin gün, yəni o bir gün ərzində ofisdən, yəni ofisdə yox idi, özünü kənarlaşdırmışdı. Sonra yeni söz, absentee. A person, absentee bir sözlə görəvdə olmayan adam, yerində olmayan adam deməkdir. Məsələn, burada izahını da verir. A person, o şəxs ki, who is not at a place, məkanda deyil, where they were expected to be, harda ki onların olması lazım idi, gözlənilirdi. Sonra burada bir başqa sözümüz var. Absentee ballot. Absentee ballot. Və yaxud da postal vote, belə də deyə bilərsiniz. Yəni Amerikada, Kanadada belə deyilir, Britaniya ingiliscəsində belə deyilir. Bu nə deməkdir? Yəni ki, absentee ballot poçtla istifadə olunan səs vermə. Yəni getmirsən məntəqəyə, poçtla səs vermə həyata keçirirsən. A vote in an election, seçkidə deməli səs vermə. That səs yəni. That you can send, hansı ki sən göndərirsən o səsi. When you cannot be present, yəni sən məntəqədə olmayanda.
Buna deyirlər absentee ballot. Sonra absenteeism. The fact of absenteeism yəni davamiyyətsizlik. The fact of being frequently away from work or school. İşdən ya da məktəbdən tez-tez, yəni sıx-sıx aralı olmaq. Especially without good reasons. Xüsusilə də yaxşı səbəblər olmadan. Sonra absentee landlord. Dostlar, bu nə deməkdir? Kiraya ev verən şəxs. Yəni ev sahibi deməkdir. Burada ayrı-ayrılıqdır desə, absentee burada yaşamayan deməkdir. Landlord ev sahibi deməkdir. İcarə verən şəxs deməkdir. Kiraya verən, yəni bir sözlə bu kiraya ev verən adamdır. O malın, mülkün sahibi. A person who rents their property to somebody. Adam deyir ki, o şəxs ki, kim ki icarəyə verir öz malını, mülkünü, əmlakını birinə. But does not live in it. Ancaq içində yaşamır. And rarely visits it. Və nadir hallarda ora baş çəkir. Və bu sözümüz var. Absentia. Absentia. In absentia. Yəni qiyabında, yoxluğunda. Birinin yoxluğunda, məsələn, filan şey elədilər. Bu qərar filan kəsin yoxluğunda verildi. Sonra absently. Absently nə deməkdir? Dalğın şəkildə, dalğın halda. Zərfdir. In a way, o şəkildə ki, that shows you are not looking at. Yəni birinə baxmırsan və ya düşünmürsən nə ki ətrafında baş verir o haqda. He nodded absently. O dalğın şəkildə nodded, yəni başını yellədi. Dalğın şəkildə başını yellədi. His attention, fikri isə odaklanmışdı hara? Absorbed by the screen. Ekrana cəmlənmişdi fikri. O şəkildə yəni ki başını yellədi. Dalğın şəkildə başını yellədi. Absent minded. Absent minded. Yəni dalğın düşüncəli. Yəni bu da dalğın deməkdir. Dalğın. Məsələn, tending izahını da verir. Tending to nə deməkdir? Tending to, yəni meyilli. Tending to forget things. Yəni bir şeyi unutmağa meyilli biridir. Perhaps ola bilsin ki, because you are not thinking about, ola bilsin sən düşünmürsən what's around you, ətrafında olanlar haqqında. But about something else. Bəlkə də başqa bir şey haqqında düşünürsən. Forgetful, bu da sinonimidir. Yəni bunun yerinə, absent-minded'in yerinə bunu da işlədə bilərsiniz. Forgetful. Unutqan deməkdir. Sonra absent-mindedly. Bu isə zərfdir. Yəni ki, dalğın şəkildə. Absent-mindedness. Bu isə isim formasıdır. Yəni dalğınlıq, unutqanlıq, fikirlilik, belə. Bura qədər dostlar, davamını eləyərik gələn videoda.